fokuslanmış bir startup layihə kimi öz qarşısına qoyduğu milestone-ların ilkinə artıq uğurla imza atıb və bu gün sizi qarşınızda Dreamforce layihəsinin ilk məhsulunu bazara çıxaracaq olan ilk məhsulunu təqdim edir. Belə ki, gördüyünüz bu sistemdə canlı ifa zamanı müğənni oxuyur və ondakı səs qüsurlarını bizim sistem artıq göstərir. Bildiyiniz kimi, səs korreksiya etmək üçün onun ilk öncə səsdəki qüsurları tapmaq lazımdır və biz bunu eləmişik. Gördüyünüz bu sistemdə deməli musiqi bazası var və o özündə real canlı ifadə, daha doğrusu düzgün ifaların səs tezliklərini saxlayır. Qalib Original. Burada biz gördüğünüz gibi test 2'ni seçirik. Bu test 2'de meşhur bir mahnı parçasının bir hissesidir ve biz bunu seçtiğimizde burada grafik ömrəyə gəlir ki, bu grafik həmin səs musiqi parçasının düzgün səs tezliyini göstərir. Bu deməkdir ki, ifaçı oxuyanda bu səs tezlikləri uyğun oxumalıdır ki, o düz hesab olur. Belə ki, bizim Dreamforce layihəsinin ifaçı xanımı hal-hazırda sizə ifa edəcək göstərsin ki, o tezlik bizdə real zaman daxilində necə tutulur. Musiqi öyrətmə sistemində müəyyən səviyyə əldə etmiş ifaçılar isə, yəni istifadəçilər isə yarışmaya daxil ola biləcəklər. Əks halda o sistemi əldə etməyən istifadəçilər yarışmaya daxil ola biləcəklər. Bu halda elə çıxır ki, bizlər qarşıya qoyduğumuz qədər həm iki paketdən də almalı olacaqlar və bu biznes plana əsasən 2016-cı ildə aylıq orta hesabla 550.000 manata gəlib çıxacaq. Diqqətinizə görə çox sağ olun. Sağ olun.
ki, görmək istəyirdik ki, bu məhsul nədir və hansı problemləri həll edəcək. Məncə, bu çox açıq ifadə olundu. Sizi xüsusilə təbrik etmək istəyərdim. Yəni, çox gözəl ifadə edildiniz. Yəni, müştərinin hansı ehtiyacı ödədiniz, konkret göstərdiniz. Yəqin ki, indi suallar çıxacaq ki, bunun investor olaraq burada maraqlı və nəticə bizə nə gətirəcək? Təbriklər. İnvestor maraqları sözsüz ki, gəlir mənbəyimizdə olacaq. Çünki bizim bazarımız genişdir. Musiqi bazası xüsusilə də ifaçıların günü gündən artır. Və bizdə bazar təkcə vokal deyil, eyni zamanda musiqi alətləridir və beləliklə biz bazarı günü-günə genişləndiririk. Vokal tələbələr, konsert zalları, audio studiyalar, karaoke studiyaları, eyni zamanda kolej, musiqi kolejləri bizim müştərilərimizdir. Müştərilər biz onlara fokuslanmışıq. Bundan başqa bizim fokuslandığımız sesin kolleksiyası isə profesional müğənnilərə aid. Yəni, buradan bizim rəqib sayılan avtotun statistika qoyur ki, Hollywoodun 99% ondan istifadə edirsə, onun hər hansı bir hissəsi, yəni ki, mən avtotuna rəqib edirəm və mən bunu şübhə eləmirəm, sizin də şübhə eləməsinizi istəmirəm. Mən bunu dəstəkləyəcəm ki, mən sesin kolleksiyasını həyata keçirə biləcəm. Çünki bizim sistem indi hal-hazırda auditoriya qarşısında biz belə bir nəticəni sakit bir ortamda, yəni ofisdə alırdıq. İndi hal-hazırda real bir auditoriya səhnə qarşısındayıq və bu nəticə əldə edirik. Bizim gəlir mənbəyimiz isə məhz bu cür məhsullardan əmrə gələcək ki, bu qiymətləri çox böyüdür. İnvestorların artıq nağılına səbəb olmuşuq, bundan sonra da olacağımızı şübhə yoxdur. Olaraq komanda haqqında qısa məlumat verərdiniz. Yəni, bu böyük layihəni həyata keçirmək hansı komandadır, komandanın üzvləri kimdir, hansı sahənin mütəxəssisləridir? Biz ümumiyyətlə bir komanda olaraq 7 nəfərdən ibarətik. Komandada baş əsas proqramçı Zöhrab Zəliyevdir. Bu ses sistemlərinin analizi ilə Zöhrab Zəliyevdir. Məşğul olur. Mən özüm musiqiçi olaraq da musiqi sahəsində olan biliklərimi Zöhrabla paylaşıram, ehtiyac olursa. Bundan başqa Elşad Yusifyan bizim IT məsləhətçi, onu deyilən üstünlük təşəkkür edirik. Daha sonra bu isə bu sistemin Android və iOS applicationları olacaq. Ara-arada Zöhrabla qazanışqa var. Hamısına təşəkkür edirik. Səsin kolleksiyası dedikdə insan biri özünün səsi olsun da kolleksiya edəcək. Yoxsa mən sabahda müğənni kimi bir şey edə bilərəm. Yox, mənim həmişə fokusladığım bir məsələ. Azərbaycanda biraz geniş ayda Azərbaycanda biraz oxuya bilirsə, onu biz həll edə biləcək. Ümumiyyətlə, hər yerində müsabiqədə qalib gəlsəz və bu 10 min manat pulu qazansaz, bunun hansı xərclərinizi